Hər kəsə salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün sizə bambaşqa video ilə müraciət edirəm. Nə oyun, nə səs effektləri. Bu video bir gəzinti zamanı çəkilmişdi. Açığı o vaxt heç düşünmürdüm ki, bir gün bu görüntülərin üzərində sizlərlə ürək sözlərimi bölüşəcəm. Amma bəzən təsadüf kimi görünən anlar sonradan həyatımıza dərin iz buraxır. Yəni mənə səsimi yazacağım video lazım, indi bu videonu seçdim. Bugün YouTube yolculuğumda atdığım addımları, yaşadıklarımı, videolarını əsitdiyimi sizlərlə bölüşmək istəyirəm. Həm də ola bilsin ki, aranızda yeni YouTube kanalı açanlar var, paylaşım eləmək istəyənlər var, onlara minnət tövsiyələrimi vermək istəyirəm. Dinləyən olsa nə xoş mənə. Həyat yoldaşım olduqca çox qısqanc insandır. Yəni demək istəyirəm ki, mən heç vaxt düşünməzdim ki, mən YouTube'da paylaşımlar eləyərəm. 2024-cü sentyabr ayında yoldaşımla YouTube haqqında söhbət keçdi aramızda. Mən də dedim uşaqları paylaşım və o məni təsdiqlədi. Açığı çox təəccübləndim, amma dedim fürsət bu fürsət həmən dəyərləndirdim. Dediyim kimi kanalım var idi, sadəcə paylaşımlar eləmirdim. Elə həmən ilk paylaşımımı eləməyə başladım. İlk vaxtlarda tuta bilmirdim ki, nə paylaşım, nə edeyim. Əvvəllər yəni heç bir planım yox idi. Sadəcə çəkirdim, paylaşırdım, çizimlər eləyirdim və yaxud da sıradan bir videolar paylaşırdım. Kanal açıb nəsə paylaşım eləmək istəyənlərə ilk tövsiyəm budur ki, paylaşarkən izləyicini nəzərə almaq lazımdır. Yəni bu izləyici tərəfindən yaxşı qarşılanacaqmı? Özümüzü izləyicinin yerinə qoymalıyıq. Mən olsam bu videonu açıb izləyərdimmi? Sualları cavablandırdıqdan sonra artıq paylaşımınızı gönül rahatlıqla eləyin. Və bildiyiniz kimi YouTube bizim qarşımıza müəyyən planları qoyur. 1000 abunə, 4000 saat izlənmə, 10 milyon görüntülənmə. Başladım, mən köklənmişdim abunələrə ki, mən abunə necə yığaram, mən yığa biləcəmmi bir il ərzində və abunələri necə qazandım, onu da sizlərlə paylaşacağım, izləmədə qalın. Mənim üçün görüntüləmə yığmaq daha çətin idi, saatı yığmaq daha asan idi. Mən də YouTube kanalıma 8 saatlıq nini yüklədim, düşündüm ki, körpə uşaq analarına mütləq lazımdır. Bari faydalı olsun onlar üçün də. Və bu 8 saatlıq ninini ailəm, yaxınlarım, mənə doğma olan insanlar açdıq, izlədik və bu 8 saat nininin sayəsində mən 4000 saatı 3 aya tamamladım. Keşke bunu aylar sonra düşünməyəydim. Elə ilk vaxtlardan bu paylaşımı eləyərdim. Amma ki, onu da qeyd edeyim ki, bu nini sizin özünüzə məxsus olmadığına görə məcburən onu silmək zorunda qalacaqsınız. Çünki o videonu özünüz tərtib eləmirsiniz. Elə yeri gəlmişkən sizlərlə bir şey də bölüşmək istəyirəm. Unutmadan onu qeyd edeyim ki, siz YouTube platformasında hər gün paylaşım eləməlisiniz. Bir paylaşım da olsa mütləq eləmək lazımdır ki, bildiyiniz kimi YouTube'da algoritm söhbəti var. Həmin algoritm düşməməlidir. Hər gün paylaşım eləməlisiniz. İstər short videosu, istərsə də uzun videolar. Fərq etməz. İkisindən birini mütləq hər gün paylaşmaq lazımdır. Mən də çəkimlər eləyirdim, çizimlər eləyirdim, deneylər eləyirdim. Bəzən uşaqların özünü paylaşırdım, bəzən gəzintilərdən paylaşırdım. Yəni demək istəyirəm ki, uşaqlar yatdıqdan sonra çəkimlərimi eləyirdim. Elə olurdu, körpə oğlum dururdu, yenə gəlib çəkimi yarımçıq saxlayırdım. Həm kameranı, həm çizimimi yarımçıq saxlayıb qaçırdım, onu yatışdırıb gəlirdim. Məlum məsələ, evin məsuliyyətləri də var idi. Nəysə, nə başınıza ağrıdım. Bir gün digər sosial şəbəkədən video götürdüm. Mənim xoşuma gəldi və onu paylaşdım YouTube kanalımda. Aha, nə başladısa ondan sonra başladı, inanın mənə. Bir video sayəsində 3900-dən çox abunə gəldi. Və həmin video sayəsində 2 milyondan çox görüntülənməm oldu. Sizcə mən bundan sonra dayanardım? Xeyr, əsla. Başladım əziyyət çəkmədən, özüm videolar çəkmədən, arada sırada paylaşırdım özümə aid videolar, düzdür, amma rahat bir yol seçdim. Əziyyətim olmayan videoları götürürdüm, rahatlıqla paylaşırdım. Bir dəfə belə 6 ay gəldi, keçdi bu şəkildə. Və dediyim kimi, artıq YouTube mənim qarşıma sunduğu planları mən tamamlamışdım. 4000 saatım tamamlanmışdı, 1000 abunəni keçmişdim. YouTube'a başvurdum, YouTube mənim kanalımı incələdi. Bəzən bu incələmənin cavabı bir həftə çəkə bilir, bəzən bir ay çəkə bilir, məndə 2 gün çəkmişdi amma. Və incələndikdən sonra maalesef məndə təkrarlanan içəriklər, yəni başqasının videosu götürüb paylaşdığıma görə YouTube məni qəbul eləmədi. Bir ay vaxt verdi o videoları silməyim üçün və bir ay sonra yenidən başvuracağım, hansı ki iyul ayın 5-i mən yenidən başvuracağım. O videoları silmək zorunda qaldım. Həmin gün çox pis olmuşdum mən, çünki həmin videoların sayəsində abunə yığmışdım, görüntüləmə yığmışdım. Yəni həmin videolar sayəsində kanalım biraz böyüdü.
Amma sonra anladım ki, yəni bu mən deyiləm. Bu videolar mənim içimdən gəlmir. Mənim həyatımı, mənim balalarımın həyatını əks etdirmir. Həm də ki, məlum məsələ, YouTube-un qayda qanunlarına görə mən onları silmək zorunda qaldım. 900-dən çox paylaşımdan yalnız geriyə qalanlar 300-dən çox mənim uşaqlarımla yaşadığım anlar, mənim hiss etdiklərim oldu. Yalnız mənə aid videolar oldu. Bir tövsiyə onu eləmək istəyirəm ki, əsla ruhdan düşməyin. Düzdür, mənim kanalım çox böyük kanal deyil. Ümid edirəm ki, bir gün mənim də kanalımı tanınar, böyük kanal olar. Amma nə olur olsun, abunə azaldıqca, abunələr çıxdıqca, yəni qətiyyən ruhdan düşməyin. İnanla çətinliklərin üstündən gələrək yalnız irəli gedin. Həvəsdən düşməyin, hər gün paylaşım edin mütləq. Ruhdan düşmək demişkən, bəzən olur mənim videolarım az izlənir, bəzən olur heç kəs şərh yazmır. Bir gün paylaşdığım, montaj elədiyim, vaxt ayırdığım videoların altı səssiz qalır. Bu səssizlik bəzən adamı yorur. Amma sonra düşünürəm ki, səssiz izləyicilər də var. Sadəcə baxırlar, gülümsəyirlər. Onları da hiss edirəm. Kanalım böyük bir kanal olmasa belə, bəzən şərhlər olmasa belə, izləmə sayı az olsa belə, mən yenə paylaşmaqdan imtina eləmirəm. Çünki bu yol rəqəm üçün deyil. Mən bu kanalı açmaqda ən böyük məqsədim də odur ki, bu kanal uşaqlarımın xatirəsidir. Bəlkə bir gün, illər keçəndə bu videoları açıb baxacaqlar. Görəcəklər ki, necə vaxt keçirmişik, necə oynamışıq, necə gülmüşük. Bu kanal onların uşaqlığıdır, onlarla keçən ömür parçalarıdır. Və bu kanal mənə sadəcə məşğuliyyət deyil, mənalı yol oldu. Gəlir gəldi, gəlmədi, məşğulluq oldu, olmadı. Əsl qazanc duyğularım, yaşadıqlarım, paylaşdıqlarımdır. Və əziz abunələr, sizə təşəkkür edirəm yanımda olduğunuz üçün, səssiz də olsa izlədiyiniz üçün, bu səmimi yolda mənə yoldaş olduğunuz üçün çox sağ olun. Və əziz izləyicilər, əgər kanalıma abunə olmamısınızsa, kanala abunə olmağı, videonu bəyənməyi, şərh bölməsinə şərh yazmağı unutmayın. Bu kanal, bu səs, bu videolar hər bir xatirə sandığımdır. Və bu sandığın qapağını birlikdə açdığınız üçün sizə minnətdaram. Yeni videolarda görüşənədək sağ olun, salamat qalın. Hələlik.